Herkese salam, kanalıma xoş gəlmisiniz. Xalq artisti Natiq Şirinov ikinci dəfə baba olub. Nəvəmin adını özüm qoymuşam. Natiq Şirinov, arzumdur ki, mənim yolumu o davam etdirsin. Bu sözləri açıqlamasında bugün ikinci dəfə baba olan xalq artisti Natiq Şirinov deyib, sənətçi bildirib ki, nəvəsinin onun yolunu davam etməsi ən böyük arzusudur. Nəvəmin adını özüm qoymuşam. Natiq Şirinov. Arzum idi ki, oğlum Ümidin bir oğlu olsun və mənim yolumu məhz o davam etdirsin. Təbii ki, hər şeydən öncə məqsədimiz onun sağlam, uğurlu bir insan olaraq böyüməsidir. Daha sonra isə bizim ölüb gedəcək, qoy 3-cü nəsil davamçısı elə öz nəvəm olsun. Allah bütün balaları qorusun deyə o paylaşımında qeyd edib. Qeyd edək ki, Natiq Şirinov əməkdar artist Fərqanə Qasımova ilə quda olub.